Deməli bugün ilk dəfə vlog çəkməyə fikirləşirəm. Uzun müddətdir belə bir şey haqqında fikirləşməyi düşünürdüm başlamağa. Sadəcə başlayıb qurtalanmırdım. Saçma falan fikir verməyin. Yəni hər zamanki halımdır. Gah düzəlir, gah formalardan qaçır. Qəribə gəlir. Bəzən bir şey fikirləşirsən. Bəzən fikirləşir, deyirsən ki, mən bunu edirəm, amma edəmirsən. Bəzən deyirsən ki, mən bunu edə bildim, bacardım. Və düşündüyün şeylər edə bildiyin andan sonra görə bilirsən ki, mən eləmişəm. Amma ki, yenə də daha çox şey istəyə bilirsən. Nə deyim? Bəzən qorxduğun şeylər olur. Məsələn, mənim ən çox qorxduğum şeylərdən biri də ki, diş düzəltdirməkdir, diş çəkdirməkdir və dəmir taxmaq falan. Və mən bütün qorxularımı üstündən gəlməyə çalışıram. Diş çəkdirdim, dişlərimi düzəltdirirəm, dişlərimə dəmir taxdırmışam və deyirəm ki, ən çox qorxduğum iş bu idi. Bunu bitirdim, amma yenə də qorxuram, anlayamıram. Hər kəs hər an hər şeydən qorxa bilər. Onu da öyrənmiş oldum.